Qrafik verilərindən kodlaşdırmasında birinci növbədə standart bir şey bilməlisiniz ki, hər bir aqara simvol həmişə bitdən qəbul edilir. Rəngli simvollar isə baytdan. Bu tipli misallarda imtahan sualları da var. Bilsin necə? Məsələn, sadə bir şey göstərək. Əgər 20 vur 20 sayda ağ-qara şəkil desək ki, yaddaşı nəyə? Ağ-qarasa məntiqlə də həmişə rəngli şəkillərin faylın yaddaşı çox olur. Əgər rəngli bir kitabdırsa. Ağ-qara kitabsa biraz az olur. Heç nə. Məsələn, 400 isə 400 bit, rəngli isə 400 bayt. Amma imtahana düşən format bax bu misal 8 formatında olub. Həm BA qəbuluna düşüb, həm ASEyə, magistratura onsuz o vaxtdan bəri bunlar var. Baxın, deyir ASCII kodlaşma sistemində verilmiş mətn və qrafik fayllardan ibarət bir sənəd mövzududur. Və mətn faylları 90 və 40 sayda simvoldan, qrafik faylları isə 32 və 64 sayda aqara təsvirdən. Bax, bura fikir verin. Niyə fikir verin? 90-ı 40-a vuranda 3600 simvolsa, ASCII-yə görə bildik ki, 3600 də bayt olacaq. Problem yoxdur. Amma başa düşün, 32-nin 64-ə vursaz, 2048 bayt eləmir ha. Neçə tələbə 3600-ün üstünə 2048 gəlmişdi, məsələn, imtahanda. Ona görə bilin ki, həmişə bu bitdən götürülür. Mən prosta özüm vurmuşam 2048 bit başa düşəsiz deyənə də. Biti də bayta çevirəndə sonra 8-ə. Amma imtahanda vurmayın da, çalışın ixtisar aparın. Yəni 32 vurulsun 64. Amma bilin ki, bu həmişə bitdəndir. Biti də bayta çevirmək üçün təbii ki, biz nə edirik? 8-ə bölürük. İxtisar aparaq da 64-ü 8-ə bölən. 8, 8 dəfə də 32, 256. Yəni ümumi nə qədər yaddaşda yer tutur? 3600 bayaqki, 256 da budur. Yəni bu formatdadır. Həmişə yadda saxlayın. İndi əsas məsələlər nədir? Bu tipli suallar verirlər. Ümumiyyətlə, bunları indi deyəcəm. CMKZ-da o, əsas qrafik redaktorundadır o. Onları deyəcəm. Əsas məsələləri başlayaq. Bax, suallar bu formatda götürülür. Deyir ki, bayaq yüngülvari danışdıq. Əgər desək ki, 256 rəngli şəklin kodlaşdırılması üçün neçə bit tələb olunur? Bayaq bunu izah elədik. Qayda budur. 256, 208 və 8 bit kimi götürülür. Bunu da nə zaman dedi? Dedim ki, onsuz da kompüter qrafikasında bu əsas qeyd var. 2 üstü n informasiya sayısı, onda n bit götürməlisən. Yəni qüvvətini götürmək lazımdır. İndi qayıdaq bura. Tərsinə bəs verilirsə, deyir ki, bəs 1 pikseli 6 bitlə kodlaşıla bilən rəng qutusuna nə qədər rəng var? Tərsinə desə, tərsini verirsiniz. 1 piksel 6 bitsə, 200-də 6 götürürsünüz. Demək ki, burada nə qədər rəng var imiş? 64 rəng var imiş. Və eyni şey düşən, məsələn, əsas format, bu misal 5 kimidir. Biraz geniş burada hamısının izahını vermişəm. Baxın, deyir 32 rəngli təsvir. 5 sonki bu sual səhv eləmirəmsə magistrin qəbuldur. Bizə saniyə bir dənə ümumi öz sualıdır səhv eləmirəmsə. Ümumiyyətlə magistraturanın bu qəbulunda da fərqi yoxdur. Bax, byte bitdən bir dənə burada yüngülvari düşüb. Bir dənə biz indi dediyimizdən bax bu dəqiqə elədik. Elə iminli bundan. Bir dənə də bu indiki. Baxın, bu sual da imtahanın öz sualıdır. Qayda belədir. Ya da burada nə göstərim? Hamısını burada izahla vermişəm. Baxın. Deyir 32 rəngli təsvir 5 sonki vur 256 sayda nöqtədən ibarət olarsa yaddaşda neçə kilobayt? Çox tələbə 5 sonki vur 256 vur 32. Ondan sonra kilobayta çevirmək üçün o şimdi nəysə bayt kimi götürüb 24-ə bölüb. Başa düşün. 32 rəngli təsvir. Bax, əsas buradır. 2 üstü 5 və bu 5 bit kimi. Yəni, demək ki, bunların hər bir pikseli 5 bitdən kodlaşdırılır. Ona görə 5 sonki vur 256 vur 5 bit. Bizim cavabımız əgər bitdən olsaydı, elə budur. Bu boyda da cavab vermirlər. Baxın, izahla bir-bir yazmışam. Yox, byte-dən olsaydı, biz bu aldığımız cavabı nə edəcəkdik? 8-ə böləcəkdik. Çünki aldığımız cavab nə iləndir? Bitdəndir. Ya burada sual nə yazmışam? Burada sual neçə kilobayt olduğundan həm 8-ə, həm də 24-ə bölmüşəm. Çünki biz bilirik axı 1 kilobayt
geridən gəlsə 1024 baytdır. 1024 baytda bitə çevirəndə bir dənə gəlib 8-ə vurasan ki, bitə çevirilsin. Belə. Ona görə bu yerləri diqqətlə əzbərləyin. Biti bayta çevirmək üçün birinci 8-ə, sonra da 1024-ə bölmək lazımdır. Yəni məxrəcdə 8 vur 24 ona görə yazılır. Bu şəkildə. İndi bir də bu üsullu bir şeylər var. Deyir ki, baxın, indi bəzi suallar rahat olur da. Deyirsiniz ki, mən nə mənada? Məsələn, 16-dırsa, 16 bilirik ki, 200 4-dür, birbaşa 4 götürülür. Düzdür? Bəs bəzi rəqəmlər var ki, 200 neçə deyə bilmirik. Baxın bura. Deyir, neyse buradan yox, buradan izah edeyim. Deyir, məsələn, 7 müxtəlif vəziyyəti kodlaşdırmaq. Baxın, əgər 8 olsa, 8 2-nin üstü 3-də elə 3 bit götürürsünüz, problemsiz. Amma 7 200-ün neçə deyilsə, belə ədədlərdə qayda nədir? 2 üstü n ilə 2 üstü n plus 1 aralığındadırsa, yəni hansı aralıqdadırsa, o böyük olan hissəni götürməlisiniz. Elə bir ki, printerlərdə deyildi, əgər bir tam minimum 1,1 varsa, biz nəyə götürürdük? Daha çoxu, yəni 2-ni götürürdük, nəinki 1-i. Nə deməkdir? 7 nə ilə nə arasındadır? Bizdən onu soruşur. 7 2 üstü 2 ilə 2 üstü 3-ün arasındadır. Baxın, yazmışam. Çünki 2 üstü 2 4-dür, 2 üstü. Bunun arasındasa birdən belə sual düşsə ki, ən azı neçə bitə ehtiyac var? Minimum çox olanı götürürsünüz, yəni 3 bitə. Baxın, indi 32 asandır da 2 üstü 5 elə 5 bitdi. Baxın, deyir, nə bilim, qatar 20 yoldan birində dayanır. O cümlə sizi çaşdırmasın ha. Neçə bit informasiya var. 20. 20 2 üstü neçə ilə 2 üstü neçə arasındadır? Təbii ki, 2 üstü 4 16-dır. 2 üstü 5 nədir? 32-dir. 2 üstü 4 ilə 2 üstü 5 arasında olduğuna görə biz böyük götürürük. Yəni 5-i götürürük və ona görə buna 5 bit yazılır. Burada bizdə sayını bir dənə. Bak, biraz burada karışık yerler buradır. E, Grafik məsələ. Bir saniyə. Hə. Baxın bura. Məsələn, bu 32-ci sual. Düzdür? 5 son 3. Düzdür? İndi biraz riyaziyyatı yaxşı olan test tapacaq. Zəif olanlar biraz vaxt aparan sualdır. Amma biraz bəzi şeylər bilməlisiniz. 5 son 2 yadınızda saxlayın. 209-dur. Çünki 210 24-dür. İndi bu sualın cavabı mənə deyin bir dənə. Sizcə 10 olar yoxsa 9 olar? Nə olar bu sualın cavabı? 9. Niyə 9 yəni? Çünki ən 209 az. 512-dir. Bəs bu 513-də axı bundan böyükdür axı. Başa düşdüm. Deməli O sən zaman ki müəllim 513 ədədi 209-la nəyin arasında yerləşir? böyük olduğuna göre Onun. 210 götürür. Anladınız? Bax, bu əsas qaydadır. Böyük olduğuna görə 2 üstü 10 götürməsiniz. Belə sual. Ay nə bilim qatar dayandı elədi, fərqi yoxdur burada. İstəyir işıq for desin. Siz işıq fora yaxınlaşarkən qırmızı işıq yanırdı. Daha sonra sarı oldu. Daha sonra yaşıl yandı. Yəni burada məsələ nədir? Sizdə neçə bit informasiya? Siz nə qədər rəng gördünüz orada? Qırmızı yanırdı birinci. Gördünüz ki sarı. Sonra gördünüz ki yaşıl oldu. 3 dənə rəng. Düzdür? İndi mənə deyin. Cavab 3-dür, yoxsa yenə 200 neçə ilə 200 neçə arasında axtarmalıyıq? Həmişə belə axtarmalısınız. 3 ədədi nə deməkdir? 200-1 ilə nəyin arasında yerləşir? 200-2-nin arasında. Bax belə. Ona görə bu sualın cavabı bəzi tələbə deyir ki, "Amma bu nədir? Sevəndə çıxıb cavab. Buna nə aidiyyəti var?" Bir daha deyirəm. Qırmızı, sarı və yaşıl 3 rəng var və bu 3 ədədi 2 üstü 1 ilə 2 üstü 2-nin ortasında yerləşir. Ona görə 2 üstü 2, yəni ki 2 götürülür. Sevəndə götürülür burada. Bax belə biraz maraqlı bir sual tipləri var burada qüvvətlərdə.
İndi kompüter qrafikasında bu renklər sistemi var idi. Bunlar elə düşmür, amma renk sistemi CMK haradadırlar? Hə. De bax burada. Deməli, bax renk modellərində deməli, burada məsələ nədir? RGB rəngi var, bir də CMK. Bu dövlət puluna da düşdü. Ha. RGB imtahana düşüb, milyard faiz qəbulda da var, magistraturada onsuz da var. Deməli, RGB 3 rəngin təbii ki, qarşılığında red, green, blue, qırmızı, yaşıl, göy. 3 rəng olduğuna görə hər biri 1 baytdır. Ona görə əslində burası asandır. RGB desək ki, neçə baytdır? 3 baytdır. Neçə bitdir? 24 bitdir. İndi bu birisi nədir bunun yanında? Bu bunun kodlarıdır. Yəni ki, məsələn, Paint-də işləyəndə hər hansı rəng sxemində sırf qırmızını almaq üçün, hə, DS bu kodu yazsa çıxacaq. Yəni qırını almaq üçün, bulunu almaq üçün bu kodlarıdır. CMK məsələsində isə e, bunu bayaq olsa dedik, 2 üstü qüvvəti götürürük burada. CMK məsələsində 4 dənə rəngdir. Siyan, magenta, yellow, black. 4 dənə rəng olduğuna görə avtomatik neçə bayt olacaq? 4 bayt olur. Bitdən sonrası da nə olacaq? 32 bit olacaq. İndi dövlət qulluğu hissəsində sırf bu şeylər düşməyib. Hər kod nədir? İndi hər dəstə təbii hər ilə durum magistratura düşmür. Amma hissə, indi magistratura imtahanı ilə var. Hissə yavaş-yavaş öyrənməyə çalışmalısınız testlərlə. Çünki bunlar biraz çətin əzbərləmək da. Yəni bu siyanın kodu 004F-dir. Bunun kodudur, bunun kodudur. Kodları belə əzbərləmək biraz qəliz məsələdir. Hissə testlərlə bitər baxarsınız. İndi deməli bu rəng sistemində hə bunu bayaq dedi 32 bitdə. E, deməli bir saniyə bu nədir? Video fayllarına bağlı yüngülvari danışır. Əslində 90%-ində görəcək hamısı bir-birinə vurmaqla gedəcək. Məsələn, video faylların həcminin tapılmasında faylın təbii ki uzunluğuna baxmaq lazımdır. Faylın ölçüsünə. Burada kadrların əks olunma tezliyi, yəni bir saniyədə neçə kadr göstərir, bir də rənglərin sayı. Artıq Asiya ya da B-yə gedib harda ən pis suallar var, artıq onlar salırlar. Ona görə hamını qoşdum ki, bugün artıq qraf redaktorunun içinə girib girə bilərlər. Deməli, indi simvolik olaraq faylın uzunluğu A ilə, kadrların əks olunma tezliyi B iləndir, o biri də C iləndir. Rənglərin də sayı biz demişik ki, 2 üstü n-dir. İndi bir dənə ən çaşdırıcı yerlər gəl, indi darbaza izah edəcəm. Birinci növbədə 2 üstü n, yəni n bit götürülür. Bunu bayaq keçmişik. Ee, biri var rəng çaları, biri var rəng tərtibi. Burada n özü rəng, onu belə izah edeyim sizə. Bir dənə özü üçün ayrıca çəkərsiniz. Nə var? Harda xırdalıq var, birdən oranı salırlar. Deməli, bax bu 2 üstü 16 məsələsi. Bax burada, e, deməli 16 bit belə yazaq. Seçim yazım bir saniye. Bunun üstünde yazım. Hı. Deməli, tutaq ki 16 dənə. Burada bizdən rəng tərtibini soruşa bilər. Rənglərin sayını soruşur. Rənglərin sayını soruşsa, bu belə götürülür. 2 üstü nə deməkdir? 4-dür. Yəni hər biri də 4 bitir. Yəni əslində burada rənglərin sayı 4 dənə. Amma burada məsələ, daha doğrusu rənglərin sayı 16 dənədir. 16 dənə rəng verdi. Bu heç. Amma burada bizdən soruşsa ki, deməli, rəng tərtibi hansıdır? Rəng tərtibi deyir o qüvvətdəki ədədin özüdür həmişə. Yəni bunu 4-ün özün götürsün. Məsələn, 16 dənə rənglərin sayıdır, 16 dənə. Amma 4 isə nədir bu da? Rəng tərtibidir. Bunu misallar üzərində indi birazdan göstərəcəyik. Bircə saniyə bir dənə səbir olun, səhv eləməmsə. O burada olmalıdır. Hərəsindən bir dənə qoymuşam burada. Tərtibi, hə, baxın. Birinə çalar, hə, rəng çaları vermişəm, birinə rəng. İndi
16 renk tərtibi deyirsə, elə 16-nın özünü götürsün. Amma renk çalar deyəndə artıq qüvvətə çevirir. Bunu indi birazdan deyəcəm, problem deyil. Onsuz da indi video rejimi izah edirəm Temboli. Sadəcə bir dənə bilin ki, videoda həcmi tapmaq üçün nə verilir? Yəni faylın uzunluğu, vurursunuz kadr tezliyinə, onda vurursunuz oşumda eyni ölçüsü varsa ona və vurursunuz oşum MB-də. İndi sizə bu tipli sual mənə elə burada buna aid da vermişəm. Baxın bir dənə bura. Tutaq ki, burada tərsinə bir şey də ən iri misal tiplərdə bunlar. Deyir ki, indi mən tərsinə həcmi vermişəm. Bircə saniyə görək bundan burada nümunə var idi. Hə, var idi burada. Bir dənə nümunəyə baxaq. Hə, vermişəm də olsa materialda. Bax, rəng çaları ilə rəng tərifini bir dənə izah elə. Çünki inanıram ki, bayaqki məsələdə tam başa düşməlisiniz. Əsas praktikada biləcəksiniz. Deyir ki, ekranda 1024x256 rejimdir, ekran rejimi. Saniyədə 8 kadr ötürür və 16 saniyəlik məlumata malik bir videodur. 64 rəng çalarına malikdir. Bu video faylın həcmi nə qədərdir? Neçə megabaytı təbii ki, axıra baxmaq lazımdır. Birinci növbədə normalda burada hər şey bir-birinə vurulacaq. Sadəcə biraz analiz edək. 1 saniyədə 8 kadr ötürür. Bəs 16 saniyədə nə qədər ötürür? Yəni adi biraz riyaziyyatdır da buna işə salmaq. Hamısının izahını tam vermişəm. 1 saniyə 8 kadr ötürürsə, 16 saniyə tapdıq ki, 128 kadr. Bu belə. Sonra bəs 64 rəng çaları dediyinə görə biz düstur amma nə idi? Deyir ki, vur en bitə. Baxın bir daha düstura. Düsturda deyir ki, bax bu 200 deyin deyil. Həmin o bitə vurmalısın. Qüvvət nədirsə ona vurmalısınız. Ona görə rəng çaları dediyinə görə 64, 206, yəni 6 bitdir. Mən 128 bu 1 saniyədə 128 kadr. 8 kadrsa 16 saniye 128 kadr göndərir. Bak buradaki bu kadrdır. Bak bu. Vurulsun. 1024 bu 256 öz verir. Vurulsun 6 bit bak bunu biz tapdıq ki 64 2 üstü 6'da 6 bitdi. Bu bizim cavabımızdır. Və həmişə bunlar hamısında istəyirsə aşağıda səs faylı olsun ancaq vurulur. Bir dənə burada bir dənə dikkat. Sadəcə belə böyük bir cavab verəsi deyil ki, ona görə bizə heç kilobayt da yox, ha, megabayta çevirməyinizi istəyir. Və sizdən bayaq da dedim. Bizə bu hissəni istəyirəm düzgün başa düşün. 1 megabayt 1024 kilobaytdır. Kilobaytı bayta çevirəndə gərək bir dənə 24-ə vurasınız. Baytı əgər bitə də çevirmək istəyirsinizsə, gərək bir dənə də 8-ə vurasınız. Yəni 24-ün əslində megabaytın bitə açılışı budur. Bunu belə də eləyə bilərsiniz. Təbii ki, qüvvətlə də eləyə bilərsiniz. İndi mən hər ikisini sizə izah edeyim. İndi bu açıq variantı belədir. Biti megabayta çevirmək üçün 8-ə, 24-ə və 24-ə böldük. İndi böləndə ixtisar məsələsi ilə məşğul olmalıyıq. Yəni ixtisar nədir? 1024-ü, 1024-ün birini ataq keçsin. Sonra 256 1024'e bölək. Burada bir dənə 4 dənə qalır. Bunu yazaq. Sonra 8 dəfə 4-dən 32. 128 də 32-yə böləm. Eləyir 4. 4 dəfə də 6 nə eləyir? 24 megabayt. Əslində belə açıq yazsaq həmişə yaxşıdır. İxtisarlardır. Bəzi tələbələr deyir ki, müəllim, mən bunu da qüvvətə çevirəm. Bunlar da. Gərək onda da hər şeyi yaxşı biləsən da. Əzbər biləsən ki, bu 207-dir. İndi biz tutaq ki, əzbər bilirik. Hə, bu 208-dir. Amma məncə belə açıq yazmaq daha yaxşı ki, ixtisara apara biləsiniz. İndi 64 rəng çaları, bəs 64 rəng tərifdir. Bir dənə bunun fərqi. Hələ ki, heç vaxt burası düşməyib imtahanlara, heç vaxt. Amma görürəm ki, maşallah, nə gəldi salırlar. Ona görə qırmızı rəng qoymuşum. İndi bir dənə də öz testimizi oradan eləyərik. Baxın, o şüm indi tərsinə verib, ha, diqqətli olun. Deyir ki, 120 megabayt yaddaşdır. Yəqin ki, sol tərəfdə hansınısa verməyəcək. Ekran bu qədərdir. 16 rəng tərtibi, 2 dəqiqəlik video faylı, kadrların 1 saniyə sürətini tapın. Baxın, birinci növbədə 2 dəqiqəlik informasiya. Yəni 1 saniyədə nə qədər ötürü bilmirəm, məndən onu soruşur. 2 dəqiqəni çevirdim saniyə. Yəni, bilin ki, bəzi tərəfə deyir ki, mən burada nə 2-dən 120-dir. Yəni bu saniyənin 120-sidir.
Baxın. Yazıram 120 saniyə. Bu burayla saniyədə yazım. Vurulsun. Deyir ki 5 son 2 vurulsun 256. İndi vurulsun. Bir dənə bunu başa düşün də. 16 rəng tərtibi bu birisi nə deməkdir? Yəni elə 2 üstü 16-dır. Bizə elə əvvəlcədən o verilir. Biz elə 16-nı birbaşa götürdük. Yəni bir daha deyirəm. Rəng tərtibi yox. Burada rəng çaları yazsaydı, bax burada. Bax burada bir dənə fikir verin. Bax burada tərtibi yox, rəng çaları yazsaydı, onda 204 4 bitə vuracaqdı. Amma rəng tərtibi deyəndə elə 16-nın özünə birbaşa vurmaq. Çünki o tərtib qüvvətdəki ədədin özüdür. Bax bunu vururam 16-ya. Və neçə saniyə? Saniyə bilmirəm axı. Çünki məndən elə o saniyə soruşur. Deyir bu bərabərdir. Həcmi verməlidir axı. Saniyə vermirsə həcmi mütləq verməli. 120 megabaytda. Bəs bu informasiya bilirsiniz də həmişə bitdəndir. Bayaq da dedi 16, bax bura 16 bitdir həmişə. Hə, megabaytı bitə çevirmək üçün bir daha deyirəm. Vururam minimum 4, vur minimum 4, vurulsun 8 bit. Və yenə də ixtisar. Baxın, 120-lərimi atdım getdi. Bu heç. 1004-ü 5 son 2-yə böləm. Burada 2, 5 son 2-mi də atdım getdi. 1004-ü 256-ya böləm. 4 dəfə burada. 256-mı da atdım getdi. Sonra. Hə, hə, 3 dənə tutar. Burada da 16-yı da böləm. Tutaq ki, elə 8 dəfə 2, 16. X bərabərdir elə nəyə? 4-ün özünə. Bildiniz. İxtisar həmişə daha yaxşıdır. Görək düz tapmışıq, bu da düz. Baxın, bir daha yazmışam burada. 16 rəng çaları desəydi 204, yəni 4 bit tərtib götürərdi. Tərtib o qüvvətə deyirlər. 16 rəng tərtib dediyinə görə elə birbaşa onu götürdü. Bax, bu formatlı bir şeylərdir bu misallarda. Səslərdə bilirsiniz bir dənə məsələ nədir? Qulaqçıqları bilirsiniz də. Bir stereo olur, bir də mono olur. İndi əsasən də bilirik ki, iki dənəli olur da. Burada sadəcə bir dənə bir iki şey bilə. Deməli, mono səslə bir kanallıdır, elə stereo səslə də iki kanallıdır şəkildə də göstərilir. Sadəcə burada düsturlar, yenə hamısı bir-birinə vurulacaq. O heç. Bir dənə bilin ki, bu hertz məsələlərini də izah edir. Əslində həddi burada yazmışam. Deyir ki, 16 bit tərtibli və diskretləşmə tezliyi 32 kHz olan səs kartının köməyi ilə 24 dəqiqəlik 2 kanallı analog səs siqnallarını indi belə cümlə sizə çox ağır gələ bilər. O kimi bunu tapın və bunu deyir kilobaytda ifadə edin. Bir dənə bu bax bu kilohertzlərdə diqqətli olun ki, çətin hesablama deyil. 1 kilohertz həmişə 1000 götürülür, həmişə. Yəni bir saniyədə 1000 səs siqnalı keçir. İndi 32 olduğuna görə açıq aydın izahlarını yazmışam. 32 kilo isə 32 min hertz deməkdir. 24 dəqiqəni də bilirsiniz ki, saniyə çevirəndə 60-a vururam. Hə, getdik düstura. Baxın, 24-ü 60-a vurdum. Bax, bunun burası saniyədir. 32 min kilohertzdir. Siz elə belə yazın bura, kilohertzdir. Və 16 bit tərtibin özü olduğuna görə, baxın tərtib olduğuna görə elə 16 biti götürür. Bir dənə stereo olduğuna görə, bax budur məsələ. Elə bir ki, Unicode ASCII məsələsinə görə, stereo olduğuna görə bunu 2-yə vurmaq lazımdır. Hə, bunu bizə deyir ki, bu ifadəni kilobayta çevir. Yenə bilin də, həmişə bilin ki, bura ancaq bitdən olur həmişə. Ona görə birinci 8-ə böləm ki, bayta çevirilsin. Sonra da 24-ə böləm belə. Desəniz ki, müəllim yenə ixtisar aparın. Hə, aparın, deyirsiniz, aparın. İndi mən özüm üçün yenə bu 32 ilə bunu apara bilərəm. Yəni mən həmişə 32-nin kvadrata. Deyəcəksiniz, mən bu sıfırla mane olur. Nəyə mane olur ki? Elə bir 32-yə bölündə elə ki, 1000 olur burada. Burada 32-nin özü qalır burada. 32-lərin bir dənə ixtisar apardım. Hə, sonra balacalaşdı. Balacalaşandan sonra problem. Deməli, 16-nı böləm 32-yə. Burada 2 qalır. Bu 16-mı da getdi burada. 32-ni 16-ya böldüm. 2-lər də getdi. Elə 2 vur 16-nı gərək elə birbaşa aparardı. Nə qaldı bir dənə? Bir dənə bu qaldı. Heç də 24 də bu 8-ə bölün. Burada 3 qalsın. Bu 8 də getsin. 3 dəfə də 60-ını da bilirsiniz ki 180.
Yəni bu minə vurmaq məsələsi də var da. Bir dənə sıfır deyəsən. 32 məsələsi. Hı. Bir sıfır söhbət ola bilər, heç nə olmaz. Belə. Burada məsələ üzərində yenə işləyək. Amma bir dənə ano testdə, qrafik testlərində. Bu rəng çaları məsələsi. İstəyirsə bu rəng çalarından bir daha eləyək. Video rejim, səs rejimi heç fərqi yoxdur. Bax, yaddaş verilibsə, başlayırsa birinci 256 vurulsun, 256 vurulsun. 16 rəng çaları. Deyin görək, 16-ya vurum, yoxsa 204, yəni 4-ə vurum. Nəyə vurum? 4'e. 16. Artıq 4-ə vururum. Çünki rəng çalarıdır. 16 deyən. Rəng tərtib deyəndə elə özüdür. Bu sadədir, bildin. Rəng çaları deyəndə istəsə bir daha yazım. 16, 2 üstü 4'dür. Yəni artıq 4-ə vurmalısınız bunu. Bu da vurdu. Sonra nəyimiz qalıb vurmaq? Davam eləyək. Tələsməyin. 4 dəqiqəlik informasiya. Bunu saniyyə çevirməzsək. Yəni 4'ü də vurmalısınız 60'a. Yəni 240 saniyədə burada olacaq. Belə. Bax, burada bu saniyə yazın. Bu 4'ə bitin özün yazın. Belə. Başqa heç nə qalmadı ki, qalmadı. Neçə saniyə ötürəcək bilmirəm. Və bilmirəmsə demək ki, yaddaşı verməlidir. 60 megabayt. Yenə bunu bitə çevirəndə bax belə yaz. 1024 vur 1024 vur 8. Belə. Yenə deyirəm də, o tayı ixtisarı özünüz apararsınız. 16 rəng tərtibi desə, burada uca birbaşa 16 vurursuz. Yenə mono kanal deyəndə ta 1'ə vurma ehtiyac yoxdur, amma e, stereo deyəndə 2'yə vurursunuz. Bax, biraz bu suallarda ilişimlər. İşıq tablosunda lampalar iki vəziyyətdədir. Yanır, yanmır. Siz əsas nəyə baxırsınız? Buna baxırsınız. Və təbii ki, sizdən soruşacağım. Siz də 78 ədəd müxtəlif kodu ifadə etmək üçün o şimdi ən azı neçə lampa? Buyurun. Tapın görək bunun cavabı nə olacaq 30'un. Yəni 78 200 nə ilə 200 nəyin arasındadır. Qayda bunlar idi bayaq. Biraz bidancı riyaziyyat tələb edir təbii ki. Çünki 2 üstü 6 64 deməkdir. Yəni burada sırf riyaziyyatda da bunlar. Biz ki bayaqdan ancaq riyaziyyat danışırıq. Amma 2 üstü 7 nə deməkdir? 128 deməkdir. 2 üstü 7. Və bunun da cavabı nə olacaq? Böyüyü götürürdük. Ona görə D bəndi götür. Biraz evdə işləyəndə diqqətlə işləyin. Yəni burada sual sizi çox da çaşdırmasın da, nə istəyir onu tapmalısınız və həmin verilən ədəddə 200 neçə ilə 200. Yəni burada məsələn 64 versə 64 206 da elə 6 götürürsünüz. Amma 65 versə o şey 207 yer çıxır. Onun arasında da onunla belə bir şeylərdə hesablama isə. İndi burada üstüsü bir dənə də bu kadr saniyədə. Əslində deyəsən elədik bayaq. Başqa bir şey, bir dənə raster qrafik onlarla bağlı da nəzəriyyə məlumatı verirsən. Yaxşı, gəl bir dənə də yazaq. Deməli, 1 saniyə 16 kadr göndərir. 4 saniyə nə qədər göndərdi? Açıq aydın yazaq. 4 vurulsun 16. Bu belə. Vurulsun. 5 son 2 vurulsun 256. Həmişə bunlar vurulur. 32 rəng çaları. 5. Neçəyə vurur? 2 üstü 5'dir şey o. Nəyə vurmalıyam? 5 bitər. Heç nə. Yenə nə istəyir bizdən? Megabayta çevirməmizi istəyirsə, mən bunu bölürəm. 1024 vur 1024 vur 8. Belə. Sen çəksin. Bir dənə də biraz iki dənə nəzərə yeri onda danışım. Tabi bunu bağlayıram. Dediyim kimi bir dənə ayrıca istəyirəm o qrupu indi yəqin sabah yaradam. Yaradıb həm bu testi, həm o testi. Testlərlə ancaq işləməlidir. Yoxsa belə bir şey çıxmır ortaya gəl işləyəsiz. Deməli, ay dur, qrafikdən bağladım. Bir dənə də ümumi yazılı saxlayın ki, kompüter qrafikası əsas olaraq bizi niyə xüsusilə
İndi AZ-də problem deyil, yazıblar. Amma BA-da o hissəni yazmayıblar, amma həmişə də salonda salırlar. Çünki informatika anlayışının axırında var, qrafik redaktoruna bağlı. Amma bu ayrıca əslində bir dərsdir. Deməli, qrafik redaktor əvvəl 3 yerə bölünürdü, indi 4 yerə. Raster, vektor, fraktal və 3 ölçülü. Rasterdən vektor bu dərsin əsasını bunlar təşkil edir. Raster qrafikasında deyir ki, əgər hər şey nöqtələrlə təsvir olunur, əgər deyir onun əsas element nöqtədir. Əgər deyir bu ekran təsviri isə ona piksel deyirlər. Əslində biz bunu şeydə keçmişdik, fərdi kompüter dərsində. DPI, yəni o bir düymə düşən nöqtələrin sayıdır. Çünki skanerdən daxil edilmiş məlumat şəkil formatında düşür. Təbii birdən düşsə ki, hansı redaktora aiddir, rastera aiddir həmişə. Bütün şəkillər buna aiddir. Photoshopda iş görsən, Paintdə iş görsən fərqi yoxdur. Elə də sual olacaq da, deyəcək ki, rastera aid olan proqram hansıdır? Yəni hamısında əsas nöqtə hər bir skanerindəki şəkil nöqtələrdən ibarətdir. Yəni əslində piksellər demək. Deyir rəngli isə piksel isə, rəngsiz isə elə nöqtə kimi qəbul olunur. Belə bir şeydir, yadınızda saxlayın. Yəni mənfi müsbət cəhətlərin öyrənəsi. Raster qrafikasının əsas anlayışları budur. Kadr buferi, kadr buferinin dərinliyi, təsvirin fiziki ölçüsü. Biz sizə elə belə nə yazmışıq? Deyirəm birdən daha məsələn verər ki, aşağıdakılarda hansı sıfır raster qrafikasına aid olan anlayışlardır. Birdən bu şəkildə verər. Ona görə. Nəysə. Amma hələ ki heç yerə düşmür. Vektor redaktorlarında əsas xətt rol oynayır. Məsələn, desək ki, testdə, nəzəriyyə testində rasterdə əsas element nədir? Ya nöqtə götürürsüz, ya da ki, piksel. Desək ki, vektorda əsas element nədir? Xətt götürürsüz. Vektorda da əsasən dizayn işlərinə məşğul olanlar da ən çox xüsusilə istifadə olunan AutoCAD, ArchiCAD. İndi biraz onları bölüblər əslində freehand zad məsələlərini. İndi bir dəqiqə göstərəcəm. Əsas vektorda xətt götürürsüz. Fraktalda məsələ nədir? Fraktalda deyir ki, e, fraktal qrafikada vektor qrafikası kimi hesablanandır. Fraktal qrafika işlemi fərdi kompüter yaddaşında heç bir obyekt saxlamır. Burada təsvirlər tənliklər sistemi üzərində istifadə olunur. Birdən belə sual düşər ki, bəs tənliklər sistemi əsas elementi nədir? Nə üzərində həll olunur hər bir şey? Tənliklər sistemində isə fraktal götürürsüz. Bunu da yadınızda saxlayın. Və üçölçülü qrafikada 3D modelləşdirmə adlanan bir ümumiyyətlə layihələrin zaten tərtibatında istifadə olunur da. Deyir, birinci mərhələdə obyektin ümumi modeli forması yaradılır. İkinci mərhələdə onun hərəkəti, yerləşməsi necə olmalıdır? Birinci nə gəlməlidir, sonra nə gəlməlidir? Sırası qurulur və yekun obraz yaradılır. İndi dediyim bax bu hissə idi. Yəni, bəzi testlərdə qraf redaktorlarına aid olan, deyir ki, hansı rastra aiddir, xüsusilə magistraturada sırf bunlar düşüb, yəni imtihana. Bir dənə, demirəm, 50 dənə düşür. Deyir, rastra aid olan hansıdır? Paint-in hamısını götürün də, Paint verdi, Photo Paint verdi, Adobe Photo Paint, Corel Photo Paint, Paint, bax görürsün necə hamısını, Paint-lərin hamısını, Photoshop-u, bir də Photostyler, fotoları götürsünüz. Vektorda Illustratordur, Corel Draw'dur. Bunu niyə qızartmışam? Xüsusilə çaşdırma üçün bunu qoyarlar. Word proqram deyil. Word Pixel vektorial proqramdır. Freehand, Corel, Photo, Illustrator. İllüstratorları ümumiyyətlə götürürsün. İndi fraktalda Ultra, Fraktal Explorer, bir də ArtW əsas proqramlar budur. 3D-də 3D Studio Max, yəni 3D Max işlənlər var. Xüsusilə AutoCAD, ArchiCAD-ı ayrıca bunlara aid götürməlisiniz. Və genişlənmələrdə də rasterda genişlənmələr budur. Çünki testlərdə də verilir. Hansı rastra aiddir? Vektorda budur. Aşağıda məsələn biz proqram təminatında bir ikisini keçmişik. Yəni BMP-ni keçmişik ki, Paint-ə məxsus olan idi. Photoshop-un üçün də keçmişdi. PDF-i də keçmişdi. Photoshop budur. PSD, Corel Draw da orada keçmişdi. Proqram təminatında CD-yə. PDF də Adobe Reader-dır. Yəni bunları da görmüşük. JPG və JPEG şəkil formatı hamısı TIFF. Ümumiyyətlə skanerin daxil edilmiş məlumat ən çox deyib bu formatda düşür. GIF-ləri indi eşitmişsiniz. Bunlar Ocean şeyləri, gençlər.
Bu şeydir, freehandin genişlənməsidir. FH5, FH7. PNG web sənədlərdə istifadə olunur. Bir də vektorial təsvirlərdə. Amma dediyim kimi bir dənə burasına fikir verin. Biz printerin ölçü vaidini ayrıca keçmişik. Yəni o informasiya sürətinin ölçü vaidləridir və yaxud skanerin və yaxud digitayzerin. Həmin şeylər biraz ayrı-ayrıdır burada. Ekran təsvirinin ayırt etmə bu asandır. Ekrandadsa, ekran təsviri isə piksellərdir. Piksel per inç. Yəni bir kvadrat düymdə yerləşən piksellərin sayıdır. Orijinal təsvirin ayırt etməsi, yəni hər bir şəkildə sırf hər bir şəkil nə qədər puzzle'lar deyəsən, nə qədər nöqtələrdən ibarət, hər bir şəkildə nə qədər nöqtə yerləşir, dot bölüncüdür. Bir kvadrat düymə düşən nöqtələrin sayıdır. Hə, yazmışam, bunu axtaran bayaqdan. Bir də ki, printerin ayırt etməsi. Mənə qulaq asın. Printerin ölçü vaidi ppm'dir. Page per minute. Bir dəqiqədə çap edici səhifələrin sayı. Çünki o printerin sürətinin ölçü vaididir. Və 20 yılda deyəsən, yoxsa 22 yılda dövlət buna düşdü ki, printerin sürətini, xarakteristik göstərici nədir? Belə düşməmişdi, elə asan. Yazmışdı ki, bir dəqiqədə çap edici səhifələrin sayı. Bəs mənə deyəcəksin, bu nədir bu? Burada təbii ki, ayırd etmələr məsələləri var. Hamısı təsvirini ayrılıqda hissə hesablamadır. Şəkildə nöqtələrin sayını ayrılıqda hesablayırlar ki, nə qədərdir. Printerdə də burada əsas tor xəttə, bir düymə düşən tor xəttlərin sayı. Yəni printerdə bütün hərf yazması, məsələn, bütün bu hərflərin özündə nə olsun, heç olmasa yazı xəttləri var da. Yəni hər bir şeyini biz necə yazırıq? Yazıram ki, məsələn, o, nə bilim, f, hamısında müəyyən sayda xəttlərdən istifadə olunur. Düzdür? Burada deyir ki, məsələn, bir vərəqdə nə qədər xətt var, mən nə qədəri yapışdıracağım, sənədə çap edəcəm. Ona görə bunu bir dənə şeylə qarışdırmır və mütləq şəkildə bu əsas dərsdə bu öyrənməlidir. Bax, bu. Paint qrafik redaktoru şeylərdə yoxdur, proqramda. Yəni, o vaxtdan qalıb ona baxmasaz da olar. Amma xüsusilə bu ayırt etmələrin növlərinə mütləq baxmalısınız. E, Bu genişlənmələrdir. Bir də əsas bu nəzəriyyədə bunlardır da. İndi yenə deyirəm, İki dərs bir yerdə olanda təbii ki, ağır sayılır, amma mən demirəm ki, bunu tez olun sabah da. Mən bir dənə qrupu yaradacağam. Testləri atacağım ora. Heç birinci o Bakıla bağlı testləri atacağım. PDF-in arxasında nəzəriyyə testləri də öyrənərsiniz. Sonra da qrafik redaktorlarla bağlı iki dənə test olacaq. Biri nəzəriyyə test olacaq. Bax, vektora hansı rastla. Bir də ki, məsələ testi olacaq bayaqçı. Hissə inşallah. Bunu da YouTube'a vuracağım, artıq sizə göndərəcəm.